Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə sınaq 2-yə nəzər yetirəcəyik. Nəzərinizə çatdırım ki, bu Mücrünün 60 mətn kitabındandır. Səhv etmirəmsə, burada da elə 60 mətn var idi. Xülasə. Biz burada, yəni müxtəlif nəşrlərdən bilirsiniz ki, kanalımızda izahlar paylaşırıq və bu ardıcıl deyil. Sadəcə faydalı hesab etdiyim yerləri xüsusilə bölüşmək istəyirəm və ümid edirəm ki, bu sizin üçün faydalı olar. Əgər izahı bəyənsəz və ardının gəlməsini istəsəz, bizə dəstək olmaq üçün sadəcə videonu bəyənmək, kanala abunə olmaq və ürəyinizdən keçirsə bir şərh yazmaq bizim üçün yaxşı, faydalıdır. Deməli, uşaqlar, ilk sualdan başlayaq. Ocaq isidirdi, hər təzə yurdu, küləklər səsini ərzə yayırdı. Qadınlar ocaqda od qoruyurdu, kişilər çöllərdə ov ovluyurdu. Nümunənin hər misrasında adlı xalda olan isim işlənib. Baxıram, məsələn, kişilər ovluyur, qadınlar qoruyur, küləklər yayır, ocaq isidir. Məsələn, altından xətt çəkdiklərim həqiqətən də nədir? Adlı xaldadır. Mübtədanın ifadə vasitəsi isimdir. Baxın, az əvvəl elə ocaq, küləklər, qadınlar və kişilər. Buna sual verərkən onların eyni zamanda mübtəda kimi işlənməyini də qeyd etdim. Yəni, hər biri mübtədadır və isimdir. Mənsubiyyət şəkilçili isim işlənibdir. Baxın, burada məsələn sonuncu misradan başlayaq. Kişilər çöllərdə ov ovluyurdu. Kişilər adlı xal. Çöllərdə nədir burada? Cəm qəbul edib, də yerli hal, ovu ovluyurdu. Nəyi ovu? Yəni qeyri-müəyyən təsiri hal. Burada mənsubiyyət şəkilçili isim varmı 4-cü misrada? Yoxdur. Deməli bu hər misraya aid deyil. Həm ki, həm də nə suallarına cavab verən isimlər işlənib. Baxın, burada kim nə suallarına cavab verə biləcək, insan anlayışı bildirən və bildirməyən sözlər işlənsə də, birinci, ikinci misrada kim sualına cavab verəcək hər hansı bir isim yoxdur. Deməli, 4-də səhvdir. Yalnız quruluşca sadə isimlər işlənib. Baxıram uşaqlar, ocaq sadə, yurd sadə, küləklər sadə, səs sadə. Ərz sözünün mənasını da göstərmək istədim. Yer, dünya yer üzünə deyilir. Yəni, küləklər dünyaya səsini yayırdı. Burada da yönlük haldadır. Sadə isim kimi götürə bilərsiniz. Qadınlar ocaqda od, kişilər çöllərdə ov. Göründüyü kimi, hər biri həqiqətən də sadə isimdir. Doğru cavabımız 1, 2, 5. Daha sonra deyir ki, hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə bir-birinə dəyib şaqqıldayırdı. Cümləsində işlənən sifətlərə aid doğru fikir. Sifətlərimiz nədir? Hirsli, iri, qara, yuvarlaq, yumalaya-yumalaya nədir uşaqlar? Feili bağlamadır. Başqa da bir şey yoxdur. Sadə düzəltmə mürəkkəb sifətlər işlənib. Məsələn, bu düzəltmədir, bu sadədir, bu sadədir. Yuvarlaq sözü də yuvardan yuvarlaq, belə bir anlayış yoxdur. Ona görə bunu da sadə götürmək olar. Lakin bir məsələ var. Mürəkkəb sifət görə bildinizmi uşaqlar? Xeyr, mən də mürəkkəb sifət görə bilmədim, sil. Bir şeyə diqqət edədim. Dilimizdə yuvarlamaq sözü var. Yuvarlamaqdan yuvarlaq ola bilər. Bu müzakirə mövzusu ola bilər. Hər bir halda əlimizdə qalır, çünki mürəkkəb sifətimiz yoxdur. Həqiqi və məcazi məna bildirən sifətlər işlənib. Hirsli su olarmı uşaqlar? Hirsli insan olar, məcazidir. Həqiqi də ki, həqiqətən daş yuvarlaq, qara, iri ola bilər. Deməli, həm həqiqi, həm də məcazi var. Eyni müqayisə dərəcəsinə aid sifətlər işlənib. Göründüyü kimi uşaqlar 4 dənə sifətimiz var. 4-ü də hamısı nədir? Deməli, adi dərəcədədir. Sifətlərin hər biri ismə aid olub onu izah edir. Hirsli sözü suya, iri, qara, yuvarlaq sözləri isə daş isminə aiddir. Düz deyir. Sifətlərdən yalnız biri hansı sualına cavab verir? Uşaqlar, bu yanlışdır. Ümumiyyətlə, istənilən sifət hansı sualına cavab verə bilər demək olar ki, hirsli su, hansı su, iri daş, qara daş, yuvarlaq daş, hansı daş. Yəni, yalnız biri demək tamamilə yanlışdır. Ona görə 2, 3, 4 doğru cavabımız E variantı olacaq. Nümunədə ismin hansı hallarında olan sözlər işlənməmişdir. Sellər taleyini çaylara bağlar, çaylardan yaranar bir dəniz, oğlum. Gözəl bir nümunədir. İsmin hansı hallarında olan sözlər işlənməyib. Baxıram, sellər taleyini çaylara bağlar. Sellər bağlar. Adlı hal var. Taleyini
Öz taleyini mənsubiyyətdən sonra nə gəlib? Təsirli hal. Bunu da sil. Çaylara bağlar. Nəyə? AR şəkilçisi. Yönlük. Bağlamaq burada feildir. Bunu boş ver. Çaylardan, dandən nədir uşaqlar? Çıxışlıq. Yaranar bir dəniz oğlum. Dəniz adlıq, oğlum da eyni formada mənsubiyyətdədir adlıq halda. Amma yiyəlik və yaxud da yerlik hal görmədim. Doğru cavab olacaq 2 və 5. Hansı cümlədə sifət işlənməyib? Kənddəki evlərin çoxu çiy kərpicdən tikilmiş, üstlərinə kiremit düzülmüşdür. Çiy və kənddəki, dakı nədir? Burada var. Dənizçilər kayutun dəmir qapısını möhkəm bağlayıb göyərtəyə qalxdılar. Burada şübhələnəcəyiniz iki söz var. Dəmir və möhkəm. Dəmir sözü material bildirən isimdir. Möhkəm sözü də hərəkətə aid olduğu üçün zərfdir. Burada ümumiyyətlə sifət yoxdur. Bahar mehi kimi zərif musiqi sədaları onun fikirlərini uzaqlara aparırdı. Zərif sözü var. Bayaqki hadisə küki ilə düzəlmiş sifət var. Yadına düşəndə üzü gülümsüyür, simasına təbəssüm qonurdu. Evdə hamıdan gec yatan qoca bugün də öz adətini pozmamışdı. Burada da qoca isimləşsə də belə baxanda nədir? Sifətdir, nitq hissəsi baxımından. Nümunənin neçənci misrasında adlı halda olan isim işlənməmişdi. Çəkiləydi göy üzündən duman çən, yollar çiçək bitirəydi dizəcən. Gül ətrindən məst olaydı yol keçən, arzularım qönçəsindən çıxaydı, saçlarıma yaz yağışı yağaydı. Deməli, adlı halda olan isim işlənməsin. Çəkiləydi göy üzündən duman çən. Duman çən adlı haldadır. Göy qeyri-müəyyən yəlikdir, üzündəndəki dandən çıxışlı hal. Bu iki sözü götürə bilərik. Yollar çiçək bitirəydi düzəcən. Yollar sözü cəmşəkilçili adlı haldadır. Çiçəyi bitirəydi. Bu qeyri-müəyyən təsirlikdir. Bunu boş verin. Daha sonra gülün ətri, baxın qeyri-müəyyən yəlik dandən məst olaydı, yolu keçən. Fikir verin, yolu keçən. Bu da qeyri-müəyyən təsirlik. Məst olmaq feildir, keçəndə feil sifətdir. Deməli, üçüncü misrada adlı halda olan isim yoxdur. Cavab C. Arzularım qönçəsindən çıxaydı. Qönçəsindən çıxışlıq arzularımlar. Cəm, ımda nədir? Mənsubiyyət, mənim arzularım. Göründüyü kimi bu adlı haldadır. Saçlarıma yönlük, yazın yağışı, yaz qeyri-müəyyən yəlik, yazın yağışı mənsubiyyət, başqa bir şəkilçi yoxdur. Elə bu adlı haldadır. Hansı cümlədə sifətin müqayisə dərəcəsindən yalnız ikisinə aid nümunə işlənib? Qarşısını böyük buludlar kəsən ayın bozuntul işığı yolu görmək üçün bəs etmirdi. Deməli, burada mən müşahidə edirəm hansı variantı? Elə A variantını. Bozuntul azaltmadır. Böyükdəki adi. Dülgər meşədən gətirdiyi uzunsov taxta parçalarını daş döşəmənin üstünə yığmışdı. Burada taxta sifət deyil, isimdir. Burada bir dənə sifət uzunsovdur, o da ki, çox azaltma dərəcəsindədir, sov şəkilçisi. Ən maraqlı xatirələri sarımtıl çiçəkləri olan bu ağacın altından başlayan ensiz cığırla bağlı idi. Ensiz adi. Sarımtıl azaltma ən maraqlı nədir? Çoxaltma. Yük yeri tünd göy brezentlə örtülmüş maşın torpaq yolda sürətlə irəliləyirdi. Torpaq isimdir. Tünd göy burada sifətdir sadəcə və nəticə etibarilə çoxaltmadır. O meşənin xoş ətrini duydu, sərin, ürəyə yatan havası ilə dərin nəfəs aldı. Göründüyü kimi xoş, sərin, ürəyə yatan, hamısı nədir uşaqlar? Bunlar adi dərəcədədir. Dərində həmçin. Hansı cümlədəki isimlərin yalnız ikisində mənsubiyyət şəkilçisi işlənib? Kəngərli nəslinin, baxın, kəngərli nəslinin ənənələri, sonraki dövrdə Hüseyin xanın qohumu, fikir verin, artıq 3 keçdi. Sil. Kitabda uşağın təfəkkürü, baxın, uşaq təfəkkürü, uşaq burada qeyri-müəyyən yərikdir. Uşaq təfəkkürünü inkişaf etdirməkdə faydalı janr olan tapmacalarda geniş yer tutur. Burada bir dənədir, işmə yaramaz. Tarixçi Yaqut Həməvi yazır ki, 9-cu əsrdə Bağdadda 100-dən artıq kitab mağazası, göründüyü kimi burada da bir dənədir. Daha sonra dastanlarımızda qonaqpərvərlik adəti, gündəlik həyat tərzinin bir parçası. Bax, görürsünüz? Həyat tərzinin parçası. Görürsünüz necə zəncirvari gedir?
Əkin sahələrini dənizin sahilinə tərəf sıxışdıran yüksək dağlardan sərt əlçatmazlıq yağır. Deməli, cavab E variantı olacaq. Hansı nümunədə fərqləndirilmiş sözlər ismin eyni halında deyil? Dağlar özü boyda kök atır yerə, insan daha dərin kök üstündədir. Baxın, kökün üstü qeyri-müəyyən yəlik al, düzdür. Qeyri-müəyyən yəlik və qeyri-müəyyən təsiri bəzən müəyyənə çevirmək mənalı deyil. Atır nəyi? Baxın, qeyri-müəyyən təsirlik. Elə cavab A-dır. Şairlik döyüşdür, rahatlıq deyil, yürüş meydanıdır, yarış meydanı. Yürüş meydanı, yarış meydanı, mənsubiyyət şəkilçili hər ikisi adlıq. Kömək əsirgəmə, kömək umandan. Köməyi əsirgəmə, köməyi umandan. Hər biri qeyri-müəyyən təsirlik. Şöhrətin azarına tutulanları şöhrətin özü də sağalda bilmir. Biri qeyri-müəyyən, biri müəyyən yəlikdir. Hər bir halda yəlik hal var. Bürünmüşəm söz xəzini, xəzi verənə tut üzünü. Biri müəyyən, biri qeyri-müəyyən olmaqla təsirlik haldadır. Fikirlərdən hansı doğrudur? Ağlın ismin hansı halında olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu ümumiyyətlə səhvdir. Ağıl sözü milli sözlər kimi təhlil olunduğuna görə, əgər onun ısı düşübsə, deməli, buradakı ı-nın düşməsi nəyin gəlişi ilə bağlıdır? Mənsubiyyətin gəlişi ilə bağlıdır. Bu səhv. Ordu toplu isimdir. Baxın, toplu isim olsa da cəmdə deyil, təkdədir. Cəmdə olması üçün lar lazımdır ona. Müəllimlik ismə aid qrammatik şəkilçilərin hamısını qəbul etməsi mümkündür. Baxın, görün, larlar qəbul edir. Müəllimliklər deyə bilərsiniz, olmaz. Qala, yönlü hal şəkilçisi qəbul etdikdə sözün tələffüzü dəyişir. Bəli, uşaqlar, sonu A ilə, ə ilə bitən sözlərə yönlü hal artıranda adətən qapalılaşır. Qalaya yazılır, qalıya formasında tələffüz olunur. Səs-səmir bir tərəfi məna bildirən, digəri bildirməyən sözlərin birləşməsindən yaranmış mürəkkəb isimdir. Eyni sual test topluda da var. Uşaqlar, səmir sözü bizim lüğətimizdə mövcuddur. Baxın, gəlirsən bura, səmir sözünü axtarırsan. Bax, görürsünüzmü? Azərbaycan dilinin izahlı lüğətində səs-səmir çıxır. Yəni, isim kimi var. Yəni, ayrılıqda bir tərəfi məna kəsb etmir deyə bilməzsən. Bu, yaxın mənalı sözlərdən əmələ gəlibdir. Ona görə bir tərəfi məna bildirməyən deyirsə, bu səhvdir. Nümunədə sifətin quruluşca növlərindən hansılar işlənib, tam cavabı seçin. Dərin qocalığın tənhalığında ürəyim dağ kimi oyuq-oyuqdur. Deməli, burada dərin sözü, dər deyil bunun kökü, dərin sadədir. Qocalıq isimdir, bunu boş ver. Tənhalıq isimdir, ürək isimdir, dağ isimdir, kimi qoşmadır. Oyuq-oyuq, necədir? Oyuq-oyuq defislə yazılıb. Göründüyü kimi bu da sifətdir və təbii ki, mürəkkəbdir. Sadə və mürəkkəb doğru cavab B variantı.